Salam, axşamınız xeyir, hörmətli müəllimlər. Axşamınız xeyir müəllim. Xeyir müəllim. Mən Salə Mehdiyeva təlimçi. İndi Axşamınız xeyir olsun. axşamınız xeyir olsun. Bir dəfə də mən görüş eləmişəm bir çoxunuzdan. Sertifikasiyadan zəif nəticə toplayan müəllimlər üçün və ən çox təkrar imtahana keçən müəllimlər üçündür. Sizə uğurlar arzulayıram. Bugün də yeni bir mövzu ilə başlayıram təlimə. Daha doğrusu bizim kursumuz könüllü, ödənişli şəkildədir. Hər dəfə vaxtım olduqca hər həftə çalışdığım qədər sizlə yenə də görüş təşkil edəcəm. Sadəcə gözləyirəm, bir 2 dəqiqədə gözləyək, hamı qoşulsun ki, biz başlayaq. Kiminsə nəsə sualı olsa, nə olsa xahiş edirəm, əllərinizi qaldırarsınız, mən görəcəm buradan və yaxud da səslənə də bilərsiniz. Müzakirəli şəkildə olsun. Çünki Milis Əliyeva, buyurun, əlinizi qaldırmışsınız. Salam, Sabah xanım. Salam. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir olsun. Adınızı Milis yazmışsınız, üzrə hesab edin, mən bilmirəm adınız nədir. Müəllimə. Xəyala müəllimədir, o qızın elə bir ki, Gmailinə girmişəm deyən ona görə elə yazıb, öz adını yazıb. Heç nə olmaz. Müəllimə, elə eşitmişəm ki, ayın 1-i yox, narahat olmayın müəllimə. Ayın 1-i bizim sertifikasiyadan yəni kəsilən müəllimlərin imtahanıdır. Bu doğru məlumatdırmı? Hələ heç bir yerdə məlumat yoxdur. O sizə indi verilə bilməz. Əgər ayın 1-i üçün olsaydı, əgər biz sizə qabaq bilərdik. Yəni narahat olmayın. Hələ ki elə bir məlumat verilməyib, heç bir elan yoxdur. Əsassız da yoxdur. Deməli, ayın 1-i iyunu nəzərdə tutulursa, iyun ayın 1-i bazar günüdür. Bazar günü imtahan olacağına da heç bir şeylə inanmıram, yəni mən. Yəni bazar günü imtahanın keçiriləcəyinə. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Bağlantı zəifləməsə. Digər müəllimlər mənim səsimlə Eşidə bilmirəm müəllimə, üzr istəyirəm. Bir dəqiqə mən yerimi dəyişim. Biz eşidə bilmirik müəllimə sizi. İcazənizlə yerimi dəyişim. Siz danışırsınız, Müəllimənin üzr səsi istəyirəm. Yəni mən heç nə dediniz? Zəif müəllimə, zəif. Zəifdir müəllimə. Müəllimə, qırıla-qırıla gəlir səsiniz. Müəllimə, heç gəlmir səsiniz. Yerimi dəyişdim. Necədir indi? İndi yaxşı gəlir. Müəllimə, yenə İndi həmən gəlir. vəziyyətdir. Bir dəqiqə səbr eləyin, düzələcək. Düzələcək. İndi yaxşıdır. Düzələcək. Yerimi dəyişdim. Az-azıq internet problemi olur ona görə. Dəyişdim. İndi yaxşıdır. Bəli, Yaxşıdır. Aha. Məncə indi yaxşı olar, çünki özüm də baxıram internetin keyfiyyəti yaxşıdır. Elə deyilmi? Bəli. Bəli, bayaq danışırdınız mənimlə üzr hesabını ki, yəni mən sizi səs qırılırdı elə bir. İstəyirdim ki, imtahanın vaxtı ilə bağlı sual verdiniz. Rəvan Ömərov sizə də söz deyəcəm. Deməli, imtahanın sualına Ay, yenə getdi bax. Salam, axşamınız xeyir müəllimə. Müəllimə, dərsin hər dəfə ödənişli şəkildə olacaq, yoxsa necə? dərslər hər dəfə ödənişli şəkildə olacaq? Bayaqlar demişdiniz ki, ödənişlidir. Ona görə soruşuram. Mən ödənişli deməmişəm. Mən Ödənişlidir. ödənişli adı çəkməmişəm. Ödənişlidir. Yox, ödənişli adı çəkməmişəm. Narahat olmayın. Yox, ödənişli deyil. Biz təlimə gedəndə axı Salə müəllimə dedi ki, mən bacardıqca sizə imtahana qədər hər dəfə görüş təyin edəcəm. Vaxtım olduğu qədər. Başqa müəllimələr də qoşulur buna görə. Şəmkir Gədəbəy bölgəsinin müəllimlərinə təlim keçmişəm və onlara söz verdim ki, sizə çalışdığım qədər təlimdən sonra sizinlə təkrar olaraq görüş təşkil edəcəm və çalışdığım qədər deyirəm, imkan tapdıqca edirəm. Gələn həftədə çalışdığım qədər bir dəfə də mövzularda deyirəm, imtahanınıza qədər eləyərəm, hər həftə edərəm, imtahanınıza bir şey qalmayıb edərəm. Yoldaşlar, sualınız yoxdursa başlayaq. Müəllimə üzr istəyirəm. Sualım o idi ki, bayaq yəni səs qırıldı, yəni anlaya bilmədik bu imtahanla bağlı. Sizin sualınızı eşitdim. İmtahanla bağlı məlumata inanmayın. Çünki nəyə görə deyirəm? Birinci, bazar günü məsələsi var, elə deyilmi? Bazar günü olmağa. Bazar günü imtahan olmağına mən o qədər inanmıram. Bundan əlaqədar mən bir dənə üzr istəyirəm. Baxıb mən sizə tam dəqiq deyərəm ki, ayın bir ümumiyyətlə olmağına inanmayın. Çünki o sözdür. Bazar günü imtahan keçiriləcəyinə inanmayın müəllimlər. Bazar günü imtahan olmaz. Ayın biri də bazar gününə düşdüyü üçün
iyun biri də, yəni elə deyilmi? Bəli, Yəni bəli, yalan bəli. sözdür. Yəni bilirsinizmi, əsası yoxdur. Heç bir yerdə təsdiqlənməyib. Elan edilməyibsə də bunu biz bilərik də, əvvəlcədən biz bilərik, amma biz bilmiriksə onda deməli yalan məlumatdır. Keçən illərin müəllimə, təkrar sertifikasiya gedən müəllimlər keçən il 8-də idi. Bu illərin də 7-si, 8-i, 9-u Qurbanlıq bayramı olduğuna görə də yeri dəyişkənlik olubdu Aha, yəqin. bəli, keçən il bir fərqli idi. İndi də keçən il düz deyirsiniz. Keçən ildə Bunlardan indikinin arasında yəni fərq var. Üzr istəyirəm. Mən artıq başlamaq istəyirəm. Yoldaşlar, bugünkü mövzunu seçmişik sizə. Deməli, mövzumuz məhsul növdən bağlı. Ümumiyyətlə, təsirli, təsirsiz fe'llər, transitive, intransitive verbs. Yəni sizə lazım olan bölməni seçmişəm. İndi ekranımı da paylaşıram hal-hazırda. Xahiş edirəm, təlimin əgər sualınız yoxdur, maşınlarınızı söndürün ki, biz rahat davam edə bilək. Mən ekran paylaşımı keçirəm. Girişi də elə etmişəm ki, avtomatik hər kəs özü qoşula bilir. Ona görə heç bir problemimiz yoxdur girişdə. Ekranım yəqin ki, indi görünəcək. Görürsünüz müəllimlər ekranımı. Gözləyin. Aha. Deyəsən göründü. Bəli. Biz bugün active sentence, transitive sentence haqqında və ümumiyyətlə məhsul növ haqqında müzakirəmiz olacaq. Mən hər sizdən keçdikcə suallarınızı da verə bilərsiniz. Sadəcə mən ekran paylaşımını daha doğrusu mən əlinizi qaldırdığınızı görə bilməyəcəm. Ona görə siz səslənərsiniz, çünki mən artıq slayda keçəndə siz iştirakçıları görə bilmirəm. Sizə vacib olan mövzulardan da bilirsiniz ki, imtahanınıza da düşəcək. %100% düşəcək, çünki məhsul növ qrammatikanın bir özəyi bir bölməsidir. Ona görə o mütləq düşməlidir, yəni ondan qaçmaq olmaz. Ona görə düşündüm ki, mən sizə bu barədə keçim və həm də mətnlər ola bilər, mətnlərdə düşə bilər bununla bağlı sual. Mətnin içərisində elə bir cümlə ola bilər, tərcümə edə bilməzsiniz, məhsul növdə olar, ona çaşarsınız. Bununla bağlı mən deməli sizə bunu yaxşı mövzu olduğunu düşündüm. Yoldaşlar, mən deməli başlayıram məhsul növə, active sentences. Bildiyiniz kimi, məlum növlə məhsul növün fərqi ondan ibarətdir ki, Azərbaycan dilində də iş görən məlum deyil. Biz belə öyrəndik Azərbaycan dilində, iş görən məlum deyil və tamamlıq mübtəda rolunda çıxış edir. İndi biz hansı hallarda biz iş görəni bildirərik və yaxud da bildirməliyik, bu haqda danışırıq və hansı biz fe'lləri demək məhsul növü Müəllimə, bağışlayın, üzr istəyirəm sizdən. O kiminsə mikrofonu sizə xahiş edirəm, onu bağlasınlar da, heç nə işlə bilmirik. bağlaya bilmirsinizsə, mən sizi artıq bir mikrofonunuz özüm bağlayası olacağım. Əgər sizdə problem varsa, bağlamaq problemi, mən məcburam daxil olam. Müəllim, ekran görükümü də axı belə sizin köksünüzdə. Necə? Ekran görükümü də axı sizin köksünüzdə. Elə bir adlar gəlir. Yox. Görünür, bizə görünür. Yox, çevirin görünür. Ekran görünür, müəllimlər. Sadəcə olaraq xahiş edirəm, o kimin mikrofonu açıbsa bağlasınlar. Bir daha paylaşaram Elşən müəllim. Bir daha paylaşaram. Mən bir dənə mikrofonları söndürüm, üzrə hesab edeyim. Aha. Mən görəmədim, sizə inciməsin, mənim mikrofonu söndürməyimə. Kimdəsə səs batanda biləcəm ki, ondandır. Həcər müəllimədən demək gəlirmiş bu səs. Aha. Həcər müəllimədən gəlmiş, səsi bağladım, Yağmur daxil müəllimə. Və nə vaxt danışmaq istəsəniz özünüz mikrofonunuzu açarsınız ki, vaxtımız buna da getməsin. Hələ ki, səssizlikdə, amma kimisə Zoom'da yaxşıdır ki, hamısına bir yerdə söndürmək olur. Sadəcə Zoom'da limitsizlik yoxdur deyə mən buna üstünlük verim. Deyəsən, hər kəsin mikrofonu söndürdü. Okey. Yoldaşlar, Elşən müəllim, bir dənə zəhmət olmasa mənim ekranımı görürsünüz ya yox? Ona bir dənə cavab verin. Görüm sizə təkrar paylaşım. Müəllim, sizi görürəm, sizi görürəm. Ekranı təkrar paylaşıram. Ekran var, müəllimə, salam, axşamınız xeyir. Yazıb Zeki is the beginning made.
Bax, elə bir şey var idi Yox, mənim ekranda. müəllimlərim görür axı, digər müəllimlər axı. Görməsə mən deyərəm ki, problem məndədir. İndi bir də bax. Məndə görsənir ekran. Bir dəqiqə, bir də bax. Mən də görürəm. Yoldaşlar, bir də bax. Mən görmürəm. Çox xahiş edirəm bir şey deyim. Açılır, Siz açılır. onu yuxarıda sabitləsə, siz şimdi ekrana əldə təmiz şəkildə görmək olur. Gördünüz indi Rövşən müəllim, görə bildiniz? Ekranda bax. Bəli, Məndən- ekranı görə o da bir ya kişi şəkli var, odur. Ha, elə, aydın. Zeçəyə iz bilin. Aha, Ha. gördük müəllimə. Ha, İndi çox sağ olun. görsəndi. Sağ olun. Buyurun, daha mikrofonları bağlayaq. Çox sağ ol. Bu Okey. adi bir cümlədir, məhcun növdə olan bir cümlədir ki, bu indiki davam edici zamanın məhcun növ formasında sadəcə cümləni veribdir. Və burada bildiyiniz kimi to be feilinin rolu var, by söz önü tərəfindən kimin vasitəsilə, kimin tərəfindən olduğu göstərilir. Biz indi bunun geniş formada keçəcəyik. Deməli, məlum növ bilirik ki, mübtəda, xəbər, tamamlıq hamısı yerindədir və məlum növ iş görən məlumdur. Bir dənə sizdən məhcun növdə bir dənə ipuculuq var ki, yadınızda saxlayın. Əgər sizə düşsə ki, məlumu məhcun növə çevirin və düzgün məhcun növlü cümləni seçin, bunları biz diqqətlə ayırmalıyıq. Nədən? Əgər mən məhcun növü çevirirəm deyirəmsə, qətiyyən biz zamanı dəyişmirik. Zaman hansı zamandadırsa da o zamanda olur. Keçmişsə keçmiş, gələcəksə gələcək. Yəni ən birinci test edəndə özünüz zamana sataşsın. Ən birinci zaman olsun. Çünki biz zamanı bilsək, məhcun növü test seçə bilərik. Artıq orada 2 variant qalır arasında. Çünki 3 variantın zamanı onsuz da o zamana uyğun deyil və bu 2 variantı da seçmək elə bir çətin olmur. Ya mübtəda tamamlıq biri dəyişik olur. Bəs biz hansı zamanda, hansı halda biz zaman dəyişə bilərik? Məlumatınız olan varmı? Hansı halda zaman dəyişə bilərik? Yoldaşlar, biz o zaman dəyişə bilərik ki, bitmiş zaman formasında. Əgər cümlə ola bilər ki, məhcun növdə verilibdir, üzr istəyirəm, bitmiş zaman formasında verilib və cümlə bitmiş zaman formasında verilir və deyir ki, bunu artıq zamana görə suala çevirin, sual formasında məhcun növə çevirin deyəndə biz artıq onu əgər venlə veririksə də biz onu nə edirik? Keçmiş zamanla əvəz edirik. Çünki bildiyiniz kimi bitmiş zamanı bizim venlə bağlı problemimiz var. Venlə bitmiş zaman çevirməsi yoxdur, zaman sual cümləsi kimi. Baxın, məhcun növə Carpenter sent the wood cümləsində bildiyimiz kimi Carpenter subjectdir, sent verbdir, and wood da deməli objectdir. Biz objecti, tamamlığı seçirik, tamamlığı nəyi? Mən keçən dəfə xatırlayırsınızsa, keçən görüşdə söz sırasını keçəndə də demişdim ki, biz ardıcılığa diqqət yetirməliyik. Mübtəda, xəbər, tamamlıq. Biz bir-birinə buna sual verməliyik. Kim, nə etdi, nəyi? Biz bu nəyi sualını gətirik mübtəda rolunda yerləşdiririk. Burada olur would mübtəda rolunda və baxırıq ki, keçmiş zamandır və keçmiş zamanın məhcun növünə uyğun olaraq düzəldirik. Yəni sadəcə bunlar nümunələrdir. Nümunədir. Yəni bu nümunə şəkildə də biz bunu müzakirə edəcəyik. Xahiş edirəm mikrofonunuzu söndürün. Deməli, bunlar nədir yazıbdır? Sendid, was sendid eyni mənadadır. Eyni mənada. Niyə? Çünki hər ikisi də deyildi. Buyurun, kimsə əl qaldırdı? Kimisə əl qaldırdı? Bəli, müəllimə, ekran görsənmir məndə. Yoldaşlar, digərlərinizdə görünür. Bəli, Bəli, müəllimə, bizdə görsənir. O hansı müəllimədir dedik görünür? Taliyə. Aliyə Bu xanım, çıxım təzədən gireyim. Bəli. təzədən daxil olasınız. Olar, olar mənim. Oldu. Çünki ola bilər, özünün telefon problemi ola bilər. Ona görə təzədən giriş edə bilər. Okey, davam edirəm onda yoldaşlar. Taliyə müəllimə gələndə xəbər eləyər. Deməli, eyni mənanı burada göstərir, yəni feildir. Feilə görə eyni mənadır. Və keçirik indi buradan ən düzəlmə qaydasına. Carol sold the house. House objekti tamamlıqdır.
Subject də bildiyiniz kimi Carol'dur. Bu mübtəda rolunda biz nə edirik məhsul növü çevirmək üçün? Məhsul növü çevirmək üçün biz tamamlığı mübtəda edirik. Gördüyünüz kimi tamamlıqdır. House evdir. Nəyi satdı? Evi satdı. Ev satıldı. Biz demək house sözünü önə gətiririk və məhsul növü düzəlmə qaydasını düzəldirik. Mən niyə demirəm necə düzəlir? Çünki onun qaydası qabaqda olacaq. Ona görə hələ ki biz mübtəda ilə tamamlığı üzərində işləyirik. Məhsul növünün düzəlmə feili üzərində yox, mübtəda tamamlığı tapmaq. Və by Carol sözündə Carol tərəfindən satıldı. Bu bizim üçün vacib deyil ki, biz onu deyə də bilərik, deməyə də bilərik. Onun da nüanslarını sizə izah edəcəm ki, biz hansı halda bu adı çəkə bilərik, hansı halda çəkə bilmərik. Baxın, Carol'dan geri dəyişməyinə diqqət yetirin. Subject deməli object rolunda getdi. Tərəfindən, kim tərəfindən? Object də mübtəda rolunda getdi. Object of active, subject of passive. Demək, məlumun tamamlığı keçir məhsulun mübtədası roluna. Məlumun tamamlığı məhsulun mübtədası roluna keçdi. Subject of active, yəni məlumun mübtədası nə oldu? By sözünü ilə tamamlıq rolunda oldu. Yerləri bunların dəyişildi. Baxın, buradakı cümlə. Cars are driving by people. Bu hansı zamana aiddir yoldaşlar? Burada məhsul növ hansı zamana aiddir? İndiki davam Mənim edici. indiki zaman. İndiki zaman. İndiki zamanda. Simple aiddir. Davam edici yox, simple. İndiki zaman bir də böbüçdür də müəllimə. Ar bir də böbüç. Bəli, indi onun düzəlməsini indikəcək deyəcək necə düzəlir. Sadəcə mən bu zamana görə dedim ki, yəni ki, bilin ki, bu indiki zamana aiddir. Bəli, cars are driving by people and driven. And burada award was given, bu keçmiş zamanda bildiyiniz kimi və will be published, gələcək zamanda. Sizə çox zaman lazım olmayacaq müəllimlər. Burada cars are driven by people cümləsində gördüyünüz kimi burada driven'dır, given'dır. Bunlar nəyə aiddir? Bunlar fe'li sifət 2'nin qaydasız fe'llərinə aiddir. Siz verb 3 dediyiniz qaydadır. Sizə düşə bilər əsasən keçmişdir, indikidir, davam edici zamanlar. Yəni çox bir zaman düşəsi deyil. Yəni ağır formatda inanmıram düşə və siz də ağır yoracaq dərəcədə də düşəsi deyil. Maşınlar sürülür, verildi və nəşr olundu. Olunacaq. Bu da gələcək zamanla bağlıdır. Və baxın, indi biz bunu necə çevirdik? Car maşındır, mübtəda rolundadır. Gətirdik mübtədanın yerinə qoyduq. Drive indiki qeyri-müəyyən zaman olduğu üçün, simple present olduğu üçün və burada biz to be fe'linin mütləq formasına fikir veririk. Və baxırıq ki, əgər tamamlıq mübtəda rolunda çıxış edərsə və tamamlıq cəmdirsə və təkdirsə ona diqqət yetirməliyik. Əgər tamamlıq cəm şəkilsi qəbul edirsə də deməli, car biz cəmləndiririk, cars, üzr istəyirəm, onun xəbərini cəmləndiririk və to be-nin cəm şəkilsi olan, cəm forması olan are-dan istifadə edirik. Yəni biz buna mütləq diqqət yetirək. Baxın, test edəndə biz birinci nəyə baxmalıyıq? Birinci baxmalıyıq zamana. Sizə verilə belə bir format verə bilər. Baxıram, drive indiki zamandır. Daha mən nə was, nə were, nə will be, nə is being, nə has-dən. Bunların heç birinə baxmırıq. Əgər mən onlara baxsam, başım yorular, testi axtara bilmərəm. Bir onu axtarmağa dəyməz. Siz ancaq asan istəyirsinizsə də, tez istəyirsinizsə də tapmaq, birinci biz işimizi zamana baxırıq. Zamandan sonra tamamlığın mübtəda rolunda olub-olmadığına baxırıq. Sonra ona baxa bilərsiniz. Elə insanlar var ki, götürür tamamlığı axtarır ki, tamamlıq önə keçib, hansında tamamlıq önə keçib onu axtarır. O da pis metod deyil, amma ən rahatı zamana diqqət yetirək. İndi ola bilər ki, birdən də zaman Test tapmalı. zaman eyni ola bilər. Onda tamamlıqları düzgün qaydasına taparıq. Amma adətən elə sual düşmür. Adətən sual düşür, deməli zamana baxmalıyıq həm də. Yəni ki, eyni zamanda olmur. Və pastdə isə gördüyünüz kimi thrilled sözü keçmiş zamanda olduğu üçün, tim təkdə olduğu üçün biz were-dən yox, was-dan istifadə etdik.
Aydındır. Yəni burada was-dan istifadə etdik. Bu bunun düzəlmə formasıdır. Məhsul növü düzəlmə qaydası düzdür. Biz onu necə deyim, akademik səviyyədə öyrənsək biz get-dən istifadə edərik. Get də məhsul növə aiddir. Ad yerinə, misal üçün was thrilled-in yerinə get-dən də istifadə edə bilərik. Was thrilled. Amma bunu sizin imtahanınıza düşməyəcəyinə daha doğrusu 99% əminəm. The boys are eating the cookies cümləsində gördüyünüz kimi davam edici zamandır. Biz məhsul növdə to be fe'lini unutmamalıyıq. To be fe'lini unutmamalıyıq. Burada gördüyünüz kimi davam edici zamanın forması are'dır. Bildiyiniz kimi ki artıq biz eating'ə görədir. Və sadəcə məhsul növün to be fe'linin formasına biz formasını dəyişmirik. Bizim düzəltdiyimiz budur yoldaşlar. Being'dir. Are davam edici zamana aiddir. Being eaten. Yəni burada indiki davam edici zaman present progressive or present continuous tense formla istifadə düzəlməsidir. Və past progressive isə deməli olduğu kimi yenə də was word-dən istifadə edirik. Mən sizə bir şey xatırladım ki, məktəb kitablarında dəfələrlə müəllimlərə də deyirəm, MİQ-dən hazırlaşanlar da, sertifikasiyadan hazırlaşanlar da, əsasən sertifikasiyaya hazırlaşan müəllimlər diqqət yetirsinlər. Məktəb kitabımızda hansı qaydalar varsa, o qaydalar düşəcək. Yəni ki, çünki dərslikdədir. Müəllimin işə qəbulu. Demişik ki, nədir? Orada necə deyim, competition var da, yəni yarış kimidir. Hansımız qabağa keçirik, daha ən yüksəyini, ən yaxşısını seçirik MİQ-də. Ən yaxşı müəllim getsin, işləsin. Ən savadlı müəllim yaxşı yerə layiq görülsün. Amma sertifikasiyada rəqabət yoxdur. Ona görə də yəni siz sertifikasiya hazırlığınızı MİQ hazırlığın sualları ilə qarışdırmayın. Məktəb kitabımızdan möhkəm yapışın. Mənim sizə tövsiyəm budur. Ən əsas məktəb kitabıdır. Bəs burada bitmiş zamanda nədən istifadə edirik? Gördüyünüz kimi yenə də bayaqlar necə dedim, bax burada are, was, were, bunlar gələk davam edicinin to be fe'lidir. Bizim məhsul növdəki to be fe'linin sonra ing artırıldı, being. Amma burada da isə gördünüz has yerində qalıb yenə bu bitmiş zamanın şəkilçisidir. Burada isə been demək məhsul növü düzəldən bitmiş zamandır. Müəllimlər, burada bəzən müəllimlər və yaxud da dili öyrənənlər nəyi qarışdırır? Qarışdırdığı şey budur ki, misal üçün, the photo has been printing. Belə cümlə ola bilər, düzdür, bu cümləyə uyğun deyil. Ola bilər tutaq ki, o bitmiş davam edici zamandır. Baxın, birdən çaşarsınız, test edərsiniz. Məhsul növdə fe'li sifət 2-ni unutmayın. Fe'lin sonu heç vaxt ing ilə bitməz məhsul növdə. Ing ilə bitmir. Ona görə də o cümlələr bir-birinə oxşayır. Yəni ki, printing sözü, yəni oxşayır. Print, yəni ki, ing, mən bilmirəm, qələmi düzmü götürürəm, səhvmi götürdüm. Yəni ing şəkilcisi olarsa, nə olacaq yoldaşlar o? Present perfect progressive tense'dir də, yəni indiki bitmiş davam edici zaman sayılır. Yəni onu yadınızda saxlayın. Sonra future'da. Future bilirsiniz ki, məhsul növü düzəldən, ümumiyyətlə will-dən olanlar. To be going to biraz başqa cürədir. Will-dən verilib gələcəkdir. Başqa cürə düzəlir. Amma yenə də biz hər halda yenə də to be fe'lini unutmamalıyıq. Yəni to be yerində qalır. Mübtədanın tamamlıq mübtəda roluna gəldi. Will, acaq, əcək, gələcəyi bildirən yerindədir. Yəni bunun məhsul növə dəxli yoxdur. Bizim məhsul növümüz to be-dir. Bir də meddir. Bu gələcəkdən bağlıdır. İndi hər biriniz, biz burada praktik işləri görürük. Bildiyiniz kimi, keçən dəfə də mən sizdən praktik şəkildə bunu təhlil elədim. Biz bu yerimizdə bunları tapırıq və deyirik, mən sonra düzünü göstərəcəm ki, hansıdır. Bunu necə çevirəcəyik yoldaşlar? Bunu necə çevirəcəyik? Məhəmməd, the nuts. Bunu necə çevirəcəyik? Deyim, the nuts deməli, the nuts were sonra gazet elə mi olur? By the Sugurel ola bilər.
Məməzinat, Məməzinat, Qazarit, Rus Qazarit, Bayzik Squirrel. Dələ tərəfindən Dələ tərəfindən Let's see. Baxaq. Mikrofon söndürək zəhmət olmasın indi. Not cəmdədir. Zaman past simple'dadır və not cəmdə olduğu üçün biz past simple Oldu ha. word-dən üstün. burada V Qazarit olur da mənə. Word yazır. Kəmdədir axı. Çünki söhbət başladıq. Artıq söhbət natsdan gedir. Ona görə nats cəmdədirsə də bayaqlar dediyim kimi buna diqqət yetirməliyik. Okay, the second one indi biz burada məhsuldur. Bunu məluma çeviririk. Buyurun müəllimlər, baxın. Hə, bunu məlumat çevirəndə müəllimə olacaqdı. Deməli, motiv, painted, zeval. Ola bilərmi zeval? Motiv, painted, zeval. Məhsulu nətər qoymuşdur? Okay. Okey. Zəhmət olmasa mikrofonu söndürün. Okay. Matthew painted. Let's see. Yes, you are right. Thank you. Doğrudur. And then aktivi məhsula edirik. Gələcək zamandan buyurun müəllimlər. Müəllimə mən deyə bilərəm. Buyurun müəllimlər. The electron result. Olacaq. The electron results will be determined by the voters. Okay. The election results, yes, will be determined by the voters. The Thank you. election result will be Okay. Baxaq, doğrudur. Yəni bu düzəlmə qaydası. Sizə mən bir onu siz artıq onsuz da hazırlaşırsınız, bilirsiniz. Mən sadəcə sizə həm nəzəri, həm praktik işlər gördürürəm ki, yəni onsuz da biz bunu bir keçsək, bizim vaxtımız hara gedər, çıxar. Yəni o çox Vüsalə müəllimə. Buyurun. Bağışlayın, üzr istəyirəm. Axşamınız xeyir olsun. Biraz gec qoşuldum mən. Buyurun müəllim. Vüsalə müəllimə, siz bizə az şey eləmirsiniz, siz bizə çox şey edirsiniz. Siz ki bizi istiqamətləndirirsiz, nə formada düşəcəksə. Allah sizdən kömək olsun. Həqiqətən deyirəm, Allah hamd olsun. Allah sizdən kömək olsun. Təşəkkür edirəm. Davam edirəm müəllimə. Təşəkkür edirəm. Deməli, Erika Sneeze. İndi biz müəllimlər məhcun növü elə cümlə ola bilər ki, imkanınıza düşə bilər ki, bir nəfərin mikrofonu açıqdır, səs gəlir. Xahiş edirəm onu bağlayaq da. Yəni mən girirəm, çıxıram belə, mən artıq fikrim də yayınır onda. Biz nəyə diqqət yetirməliyik? Biz təsirli və təsirsiz feilləri bilməliyik. Niyə? Düşə bilər ki, sizə təsirli feilləri seçin. Qramerdə düşdü. Və ya da təsirsiz feilləri seçin. Və yaxud da düşə bilər ki, hansı cümləni məhcun növə çevirmək olmaz. Və yaxud da hansı cümləni məhcun növə çevirmək olar. Hamısı məhcun növdə verilər, amma səhv olar. Biri səhvdir. Deyər, olmaz, bir cümlə səhvdir. Amma quruluşcada məhcun növdür. Kimisə sualı var? Mən deyim müəllimə, hansılar məhsul növə çevirmək olmaz? Buyurun müəllimə. Zeriz ifadələrlə olanlar çevirmək olmaz. Bir də sifətlə bitənlər. Bir də əgər cümlədə tamamlıq yoxdursa onu çevirə bilmərik də. Bu bir variant. Buyurun. Məməli, mən də onları bilirəm. Cümlənin sonunda sifət varsa çevrilmir. Zeri-zeralı cümlələr çevrilmir. Bir də to be-in köməkçi feilləri, to do feili, to feili, bir də sifətlərdə, sözlü cümlənin axırında sifət olanda. Baxaq müəllimə, siz elə əzbərləmişsiniz, o da variant deyil, doğru variantdır. Keçək indi biz baxaq müəllimlər. Biz təsirsiz feilləri məhcun növə çevirə bilmirik. Erika, siz bunu belə öyrənmişsiniz. Çünki hansısa qramer kitablarında elə yazılıbdır, doğrudur. Erika askırır. Erika askırdı. Askırmaq təbii ki, təsirli deyil. Bildiyiniz kimi təsirli feillər Azərbaycan dilində ismin təsiri hansı sualını qəbul edən feillər təsirli feillərdir. Yəni nəyi, kimi və yaxud da haranı təxminində bu sualları verəndə biz təsirli feillərdən danışırıq. Yox, kimdən, nədə, harada, nədən, kimdən, əsasən kimdən məhcun növ nə və kimdən sualı olur, harada ola bilər. Misal üçün, Bakı bəzədildi.
Bu hara sualında, yəni ki, nəysə deyir. Amma haradan deyəndə yenə haradan deyəndə, nədən deyəndə, kimdən deyəndə bunlar təsirsiz feillərdir. Ən yaxşısı siz təsirli, təsirsiz feilləri bilin. Ola bilər ki, qabağınıza zerizlə, ifadə ilə elə cümlə gələ bilər ki, mürəkkəb cümlə ola bilər, bir hissəsi də məhsul növü ola bilər. Yəni elə Müəllim, isim gəlməlidir, eləmi? İsim olmalıdır. Onda belə isim gəlməlidir ki, biz bilməliyik ki, o çevrilir. Yox, isim yox, təsirli. Sual veririk, nəyi? Bax, Erika askırdı. Erika nəyi deyə bilirikmi? Askırmaq nəyi? Sual verə bilirikmi? Amma götürmək nəyi? Götürmək. Fikir verirsiniz? Götürmək nəyi? Götürmək. Götürmək nəyə sualı verə bilirəm? Amma askırmağa verə bilmirəm ki. Siz yəni ki, siz dediyiniz variantlar da doğrudur. Bəli, sifət gələrsə, to be feili gələrsə, zeri zera ifadəsi olarsa, bunlar məhsul, bu doğrudur. Amma gələr sizə elə bir cümlə düşər ki, mürəkkəb cümlənin tərkibində verirlər və siz onun içində də məhsul növü ola bilər. Çevrilə bilən bir söz ola bilər. O sizi çaşdırar. Ən yaxşısı feilin təsiri və təsirsiz olmağını daha öyrənin. Kimisə sualı var? Yoxsa davam edək. Baxın, təsir feillər qazandı. Nəyi qazandı? Gördü. Nəyi gördü? Bu təsir. Problem occurred oldu. Göründü, yəni meydana çıxdı. Nəyi oldu mu? Olmadı. Və bayaq müəllimə bir yaxşı sözlə dedi ki, qarşısına gərək isim də olsun. Buna da diqqət yetirmək lazımdır. Amma indi düzdür, sizə o qədər çətin inversiya olunmuşlar düşməz, amma yenə də diqqətli olmaq lazımdır. Onlar gəlib çatdılar. Biz deyirik, hara çatdılar? Deyirikmi, nəyə çatdılar? Kimsə mikrofonunu açır, sualı varsa desin. Aha, baxın yoldaşlar. Yoldaşlar, deməli, təsiri və təsirsiz feillərə diqqət yetirməliyik biz. Məhsul növü düzgün bilmək istəyiriksə, biz zeri zeradan yox, sifətdən yox, biz əsas nəyə bilməliyik? Təsirli və təsirsiz feilləri. Siz bunları yaxşı bilsəniz, sizin üçün heç bir problem olmayacaq. Yox, mən o zeri zera ilə əzbərliyibsiz. O sizin dediyiniz əzbərçilik xarakterdir. Əzbərləməkdir. Ancaq əzbərləmək bilən bəzi müəllimlər də elə öyrənir. Və ya da hazırlayan müəllimlər var ki, ancaq əzbər verir, əzbərlə bunları, bununla get və müəllim də gedir əzbərləyir yazanda və yaxud da gedir orada bir şey ilişəndə əzbərlədiyi şey başqa şey çıxır. Ona görə mən heç vaxt özüm də müəllimlərimə də tövsiyə edirəm ki, konkret bilmək lazımdır, əzbərləmək yox. Qaydanı düzgün bilmək lazımdır. Deməli, transitiv verblərdə verbdən tamamlıqdır, amma burada tamamlıq verməməyinə baxmayın. Yəni bizdə təsirli feillər olmur, yəni təsirli olmur, nəyi sualı vermək olmur. Təsirli feillərə baxırıq. Gördünüz, Janet earned the promotion. Promotion önə keçdi, keçmiş zaman olduğu üçün was-dan istifadə earned. Intransitivə baxın. Birds fly. Laf olsun qabağında bir dənə nə bilim, over the mountains olsun tutaq ki. Laf belə bir söz də olsun. Quşlar uçur. Nəyi uçur deyə bilirim uçmağa, nəyi? Intransitivdir, görsün təsirsizdir. Bunu biz məhsul növə çevirə bilmərik. Deyə bilərəm ki, there are some birds that they fly. Bax, zeri ifadəsində mən bir dənə özümdən cümlə dedim. Elə quşlar var ki, onlar they don't fly, sorry, uça bilmir. Mən bunu bu formada dedim və zeri ifadəsindən də dedim. Qarşında zeri ifadəsini gördünüz və bunu götürdünüz və yaxud da onu elə bir formada deyə bilərəm, zeri ifadəsindən, o sizin dediyiniz qayda kimdir? Məhsul növü onun içərisində ola bilər və yaxud onu biz məhsul növə çevirə də bilərik. Ona görə diqqətli olaq. Müəllimlər, deməli, məhsul növü, təsirsiz feilləri biz məhsul növə çevirə bilmirik. Transitive, intransitive. Gəlin bunları tapaq. It rained yesterday. Is it transitive or intransitive? İntransitiv. Təsirsiz demək. Yağış özü Dünən yağış yağdı. Nə etdi? Nəyi sonuna təsirsiz feildir. Çox sağ olun. Bu oldu intransitive. Yes. And Eva won a medal. Bu təsirli. Nəyi? Qazandı medalı, nəyi? Kim qazandı?
A medal. Medal was won by Eva. Yes. And Tim Berners-Lee invented the word İntransitivdir mənim bu, intransitiv. intransitive. Are you sure? Yox, Yox, yox. transitiv müəllimə, nəyi? İngilis Nəyi? tərəfindən İxtira ixtira etti. olunubdur. Neyi? Hə, Neyi hə. ixtira etti? Dünya web şəkilləşdirmə Transitiv. metodunu ixtira etdi və bu sözdə deməli önə gəldi. Bu mürəkkəb sözdür, amma diqqət yetirin ki, mürəkkəb olmağına baxmayaraq təkdir də, yəni. Bəs biz nə zaman baydan istifadə edirik? Burada olmasa bu slaydlardan mən sizə əlavə məlumatlar da verəcəm, narahat olmayın. Şəkil mənim anam tərəfindən çəkilib. Bu şəkili biz istəsək bildirməyə də bilərik kim tərəfindən çəkildiyi. Yo, burada təsirlidir də, müəllimə, bilinir artıq. Edilibdir də, çəkilib. Nəyi edilibdir? Anam nəyi edib? Çəkib. Nəyi? Şəkili. Artıq görürsünüz təsiridir. İndi biz bay söz önünə diqqət yetirək. Nə zaman biz baydan istifadə edirik? Vacib bir məlumatı bildirmək üçün və emphasis edirik. Emphasis yəni vurğulayırıq həmin o şəxsi ki, filan kəs tərəfindən. Onu xatırlatmağa ehtiyac var. Agent deyirik, bura agent. Nədir burada? Məlum olmalıdır. Bu agent burada kimdir? Manueldir. Manuelin kim tərəfindən olduğu vacibdir. Və elə cümlələr var ki, biz buna bay sözündən istifadə etmirik. Niyə? Verilməyibdir heç. Ümumiyyətlə, Tayvanda, parta Tayvanda hazırlanır. Kim hazırlayır yoldaşlar? Təbii ki, ustalar hazırlayırlar. Amma konstitusiya var bunda. Yoxdur. Və yaxud da xahiş edirəm mikrofonu söndürün. Çox yerlərdə yeyilir. 11-ə kimidir? Müəllimə, Samirə müəllimənin Mikrofonu açıq olan müəllimə, xahiş edirik bağlayın da bunu. Bir dəfə deyilir Siyodana. Bir dəqiqə çalışıblar, ev yox da söhbətlərə. Bildim burada başqa bir müəllimə var idi, onun mikrofonudur. Deyəsən səslər kəsildi. Müəllimə, xışıltı gəlir, yaxşı eşidə bilmirik, adam bir əsəbinə toxunur. Bir müəllimənin mikrofonu açıq idi, onda mikrofonu söndürdüm. Düzəldi. Problem yoxdur. No problem. Okay, let's go on. Davam eləyək. Deməli, yoldaşlar, baxın, taxıl yeyilir, qarğıdalı yeyilir çox yerlərdə. Kim yeyir? Təbii ki, insanlar yeyir. Mənzil 2007-də tikilibdir. Kim tikibdir? Əlbəttə ki, ustalar tikib, builderslər tikibdir. Yəni, belə cümlələrdə bizim bay sözündən istifadə etməyəcə ehtiyac yoxdur. Agent burada unknowndur. Misal üçün, baxın, burada bilinmir. Unknowndur həqiqətən. Çox yerlərdə yeyilir. Kim tərəfindən yeyilir? Bilinmir. O iş görən adam bilinmir. Ona görə də biz onu bay sözündən istifadə edirik. Misal üçün, deyirik ki, oğru tutuldu. Oğrunu kim tutar? Həbs edən kim olur? Polis olur. Yəni, bay polis deməyə ehtiyac yoxdur. Yəni, biz bilirik ki, arrest sözü varsa da, arrest tutulmaqda da bilirsiniz. Kim arrest edə bilər? Ancaq polis edə bilər. Bunu adi şəxs onu arrest edə bilməz. Məktəbdə ingilis dili öyrədilir. Kim tərəfindən öyrədilir? Müəllimlər tərəfindən. English is taught at schools by teachers deyə bilərik də, deməyə də bilərik. Yəni, burada bizə vacib deyil. Ola bilər, düşə bilər ki, təsadüf indi mən sizə deyirəm, düşə bilər ki, burada hansıyla bay sözündən istifadə etməsək olar, etməyə bilərik. Və yaxud da bay sözünə ehtiyac var. Buna diqqətli olaq. Mənim anam, my mother is a great artistdir, rəssamdır, deməli, o çoxlu portret çəkdi. Artıq burada mənim anam bilinir, həqiqətən də çəkən anamdır və biz bunu anamıza fokuslamışıq, görürsünüz özdə verilibdir və biz burada by my mother deyə bilərik. Çünki buna ehtiyac var. Çünki kim tərəfindən çəkildiyi artıq bilinir. That one was done by her friend. Yəni, burada da by sözündən edirik. Burada nədir? Biz orada mübtədiyə fokuslanırıq. Bax, belə deyək də, deyə bilərik ki, Tayvanda bu apartmenti deyim. Deməli, bu bina 2007-ci ildə tikildi. Ustalar bu binanı 2007-ci ildə tikdi. Belə bir cümlə deyək. Ustalar tikdi. Bizdə söhbət ustalardan gedir, yoxsa söhbət binadan gedir əsas? Biz nəyə vurğulayırıq sözü? Deməli, biz mübtəda olaraq binaya ustaya fokuslanmırıq. Bizim fikrimiz ustada deyil, bizim işimiz binadadır.
Ona görə də biz orada bay sözünü, ustalar sözünü, bənalar sözünü biz istifadə etmirik. Amma burada deyirəm anam çəkdi şəkilləri. Söhbət anadan gedir. Görürsüz cümlə əvvəlini də veribdir. Artıq burada biz fokuslanırıq anaya və yaxud da dostum tərəfindən edilibdir. Buna fokuslanırıq. Buna diqqətli olun. Belə. İndi gəlin bunu məhsul növə çevirək. Buyurun. Ay müəllimə, bağışlayın bizi dəqiq Vüsal müəllim. Yəni dəqiq olan şeylərə ehtiyac yoxdur da bay qoymağa. Bəli, bilirik də. Yəni ki, baxın, yenə deyirəm, polis kimi dedim, polisə olmaz. Ehtiyac yoxdur polisə. Usta, Ay sağ ol. bir də zey sözü var. Zeydən başlayan cümlələr var, müəllimlər. Zeydən olan cümlələr də bay zem deməyə ehtiyac yoxdur. Onlar kimdir bilmirik axı. Misal üçün, Zey wrote Hamlet. Onlar Hamlet'i yazdı. Hamlet was written. Da bay zem ehtiyac yoxdur. Kimdir onlar bilmirik axı. Amma Shakespeare varsa da demək bunu Shakespeare yazıbdır. Biz buna vurğuluyoruz ki, demək bay Shakespeare. Buyurun. İndi biz ona bay zem yazsaq o səhv çıxar müəllim. Yəni deyir, o düşməyəcək elə sizə də. Yəni bay zem ehtiyac yoxdur. Zeydən başlayan cümlələri biz məhsul növbə çevirəndə bay sözündən istifadə etməyə ehtiyac olur. Bəli. Başa düşdüm. Çox sağ olun. Buyurun. Müəllim, indi bu cümləni çevirək. Bəli. Hamlet was wrote by Shakespeare. Okay. Was written Written okay. By Shakespeare. And this one? Computer Ay müəllimə, olarmı bunu belə eləyəsiz Salim müəllimə? Siz hər dəfə bir adamın adını çəkəsiz o adam deyə qarqur olur. Üzr istəyirəm, slayd genişdir. Mən onu qısaldıb göstərə bilmirəm. Ona görə də sizi görmürəm mən buradan. Mən sizi görmürəm. Mən slayd açmışam, sizi görmürəm. Ona görə ad çəkə bilmirəm. Üzr hesab edin. Ad çəkə bilmirəm. Baxın yoldaşlar. Computers burada nədir? Tamamlıqdır. Baxın görsün istifadə edirlər. Biz niyə mən dedim zira ifadəsindən öyrənim? Mən niyə əzbərliyim ki, sonu sifətdən bitir? Hazır təsirli təsvirləri bilim də. Use istifadə etmək. Mikrofonlarınızı bağlayın, xahiş edirik. Use istifadə etmək. Use istifadə edirəmsə də, deməli, üzr istəyirəm. Deməli, istifadə edirəmsə də nəyi istifadə etmək? Mikrofonlar sönlüdür. Mikrofon problemimiz yoxdur. Demək, nədən istifadə nəyi istifadə etdi? Biz artıq orada bunu necə götürük yoldaşlar? Bunu biz deməli məhsul növdə istifadə edə bilərik. Çünki bu transitive verbdir. Transitivdir. Yəni təsirli feildir. Ona görə də computer sözünü gətiririk. Amma many students də çünki çox tələbələr tərəfindən istifadə olunur. Fokuslanırıq ki, tələbə istifadə olunur. Ona görə də bunu çevirə bilirik. İndi burada Tina mənə toxumağı öyrətdi. It is very interesting. Bunu necə çevirə bilərik? Mənə burada I ilə başlayacaq da. I was taught Tina I was told by Tina. Taught diyorlar da orada. I was Çok yerine merak olun. Mia'ya keçir. I was taught to need by Tina. Müəllimlər, baxın, biz ona da toxunacağıq burada. Bir cümlədə iki tamamlıq varsa, əgər cümlədə iki tamamlıq varsa, burada başqa bir tamamlıq da olsaydı, canlı varsa da birinci, canlı varsa da, hansı birinci canlıdırsa da canlı məhsula çeviririk. İndi onun haqqında da deyəcəyim. Misal üçün deyirəm, Tina gave me a book. Tina mənə kitab verdi. Kimə verdi? Mənə verdi. I was given a book by Tina. Elə? Və ya da the book was given to me by Tina. Bu useless'dir. Yəni istifadə olunmur. Formal deyil də. Yəni formal olaraq birinci mən dediyimdir ki, bunu biz çeviririk nəyə? Deməli, was'dan, daha doğrusu canlını önə keçirməkdən istifadə edirik. Gəlin modal feillərin məhsul növünə də toxunalım. Modal feillər məhsul növə necə çevrilir? Və yaxud da bayaqları vili biz
gələcək zamandan götürdük, amma will həm də modal feildir. Gələn dəfə mən sizə modal feillərə də toxunaram, bir dəfə modal feillər haqqında da danışarıq. Modal feil böyük bir bölmədir, çətin bir bölmədir. Elə bizim düşündüyümüz kimi asan deyil, çünki çoxdur, genişdir. Baxın, bu modal auxiliaries, yəni bilirsiniz ki, auxiliaries köməkçi feillər kimi götürülür. Will əslində nədir? Gələcək zaman düzdür, biz acaq əcək kimi götürürük, amma will biz on spot decision deyirik. Qəfil qərar olanda willdən istifadə edirik. Mən təlim keçdiyim müəllimlər də bilir. Əgər mənim bir şeyim qurtarıbsa da və yaxud da qəfildən yağış yağırsa da, biz anidən qərar veririk. Yəni qabaqcadan qərar verib demirəm ki, mən falan yerə gedəcəm. Mən demirəm ki, I will go to Şəmkir tomorrow. Bu cümlə qəfil qərar olmasa mən bunu demirəm. Deyirəm ki, misal üçün nəsə almalısan, deyirsən mən gedəcəm Şəmkirə sabah. O qəfil qərardır. Yox, elə belə mən elə belə deyirəm ki, mən Şəmkirə gedəcəm. Bu doğru deyil. Mən deyirəm ki, I am going to Şəmkir tomorrow və yaxud da I am going to Şəmkir tomorrow, amma willdən istifadə etmirəm. Will əsasən yoldaşlar modal feildir. Modallıq bildirən feildir. Bildiyiniz kimi shall artıq istifadə olunmur. Qabaqki qrammar kitablarında biz shall'dan istifadə edirdik, amma indi shall'dan istifadə etmirik. Modal feillərin məhsul növünü düzəltmək çox asandır. Sadəcə nəyə bilmək lazımdır? Ki, bu tamamlıq mübtəda olub, yoxsa yox. Gördüyünüz kimi it tamamlıqdır, tamamlıq önə gəlibdir və be sentdir. Will be sent. Deməli, necə? Göndəriləcək. Can be sentdir, must be sentdir. Yenə də biz feillərin üçüncü forması feil sifət 2-yə past, participle və yaxud da feil sifətin keçmiş zaman mənalı forması da deyə bilirik buna. Buna diqqət yetirmək lazımdır. Gəlin bunu çevirək. This grass must be moved by someone. Müəllimlər, gördünüz, by someone sözü yazılmayıbdır, by sözünün. Diqqət yetirdiniz. Niyə? Kimsə bilirikmi kimdir? Fokuslana bilirikmi o kim elədiyim? Bizə əsas Ona görə yazılmıyor. Kimsə. Gəlmişik, görmüşük ki, artıq otlar təmizlənibdir. Azərbaycanca onu deyə bilmədim. Yəni təmizlənibdir. Çox üzr istəyirəm. Azərbaycanca o otu biçməkdə biçilmək. Biçilibdir, yəni. Biz Kim tərəfindənsə biçilib də bilmirik kim tərəfindən biçildi. bizə lazım deyil kim biçdi. Bizə lazımdır ki, gəlib görmüş biçilib. Biçilib. Yəni moved olunubdur. Biz yəni amma bizə maraqlı deyil kim edibdir. Bizə maraqlıdır ki, gəlmiş görmüş ot biçilib. Ona görə someone sözünü by someone'dan istifadə etmədik. Fikir verdiniz. Yəni buna ehtiyac yoxdur. By them kimi. Aha. Sonra you should not feed candy to babies. Bunu necə çevirəcəyik? Özləri artıq veriblər baby sözünü. Should be, babies should be, not feed, not should be not olacaq da, mənim elə olacaqdır. Feed candy to babies. Should not be fed. Feed olur Should fed. not be. Candy. Yəni bebini də bilmirik kimdir də. Uşaq. Babylərə lazım deyil də, yəni ki, yedizdirmək. Yedizdirmək. Gərək məsləhət də burada advice formasındadır. Deməli kim? Burada you ümumidir. Ümumi olduğuna görə by you deyə bilmərik biz buna. Bu ümumidir. Ümumi məsləhət görülür ki, uşaqlara kəndi yedizdirilməsin. Aydındır mı? Yəni bu ümumidir. General olduğuna görə də burada by you-dan istifadə etmədik. Görürsünüz, hər cümlənin içərisində təkrar deyirəm ki, yadınızda qalsın. Sonra burada necə deyəcəyik? Buyurun. Burada necə eləyəcəyik müəllimlər? Deməli, Məmə burada harikanes
Hurricane, Cannot be. hurricane, control, Okay, control. Yoldaşlar, gördünüz by mü? people olmur müəllimə burada. Niye yoktu by people? Bilir ki onsuz da Yenə ehtiyac yoxdur da amma. ola bilir də. Yani bu küləklər insanlar tərəfindən kontrol oluna bilmir. Yəni people sözünü by sözündən yazıb deməyə ehtiyac yoxdur. Yəni onsuz da bilir ki, söhbət insanlardan gedir. Bizə əsas bizdə nədir? Bu küləkdən gedir söhbət. Bizə insanlardan getmir. Bizim fokuslandığımız söz küləkdir. Aydındırmı? Yəni bu yəqin ki aydın oldu sizə. İndi bilənləriniz də var, bilməyənlər də öyrənir, bilənlər də təkrar edir. İndi gəlin adjektiv kimi olanlar sizin həmişə keçibsiz ha, canlıda idi olanlar idi, ayıncı cansızlar yəqin ki çoxunuz bilirsiniz. I am pleased deyəndə mən razıyam. Bəli. It was pleasing və yaxud da I am bored. Misal üçün my job is boring. Bunu bilirsiniz. Amma yoldaşlar siz buna diqqət yetirin ki, bu please sözü düzdür. Burada sifət kimi biz götürdük də, eləmi? Fiili sifət 2 ilə götürdük. Amma bunun da quruluşu məchunluqdur. Bayaqlar Hətta idi var da müəllimə orada. bəli. Amma siz bayaq nə Orada idisi var da. dediniz ki, əgər sifət varsa da biz onu məchun növ kimi götürmürük. Gördünüz fe'li sifətin, sırf fe'li sifətin sualı verildi. Ona görə də mən heç vaxt xoşlamıram ki, bu bizim qrammatik kitabları yazan müəllimlərdən bir neçəsində hamısına rast gəlməmişəm, elə belə bir nəzərdən keçirmişəm. Baxıram ki, orada nəysə bir əzbərlədici xarakteristika var, yəni ki, orada xarakter var ki, əzbərlədici söyləri yığıblar və bunu da biz pis əzbərləyirik, əzbərləmək olmaz. Nəyisə öyrənəndə onun qaydasıyla öyrənmək lazımdır. Baxın, görürsünüz, belə cümlələr sizi çaşdıra bilər. Deyirsiniz ki, bu oldu görəsən fe'li sifət 2, verb fe'li sifət bu məchul növ sayılırmı? Həyatı ilə razıdır. İndi yoldaşlar bu amma non-progressive passive sayılır. Yadınızda saxlayın. Buna progressive passive deyilmir. Yəni tam passiv deyilmir. Bunlar non-progressive, yəni progressiv olmayan, necə deyim, hərəkət bildirməyənlər passivlərdir. Bir var hərəkət bildirilənə, mən bezmişəm, amma hərəkət eləmirəm. Stative verblər var ha, ki, hansı ki, stative fe'llər var ki, halı vəziyyət bildirən fe'llər. Bunlar da onun kimidir. Razı qalmaq, nə bilim, bezmək, yorulmaq, heyecanlanmaq. Bunlarda Hissi qavrayış olanlar da elə, hissi qavrayış olanlar. progressiv passiv sayılır, amma tam passiv sayılmır ha. Yəni götürərsiniz bunu, sizə deyirlər məchul növdə olan cümləni seçin, siz bunu belə görüb də tam məchul götürərsiniz. No. Bu non-progressivdir və biz bu artıq bu həmin o pleased sözü artıq biz bunu məchul növ fe'li kimi, fe'li sifət 2 kimi yox, biz bunu sifət kimi götürürük. Yəni belə cümlələri görəndə məchul növ saymayın. Birdən çaşarsınız, belə bir formatda olan cümlələri görərsiniz və onu siz məchul növ kimi götürərsiniz. Aydındır mı? Yəni bunu qarışdırmayaq, məchul növ deyil. Bu adi sifətdir. Görürsünüz, shortdur, brave'dir, healthy'dir. Amma Lily is divorced, Lily boşanıb, is excited, pleased, bunlar adjective kimidir. Bunlar məchul növ kimi deyil. Yəni bunlar non-progressivdir. Görsəz belə, misal üçün, əgər Lily was divorced by her husband olsaydı, bu məchul növ götürə bilərdi. Artıq amma boşanmış gedir burada. Lily duldur, belə götürək. Həyəcanlıdır, razıdır. Yəni burada boşanmış getmir. Əgər bu məchul növə də oxşur ha, yoldaşlar. Yəni by sözünü kimləsə olsaydı, əri tərəfindən olsaydı, bu məchul növ sayıla bilərdi. Buna diqqət yetirin. Baxın, gördünüz, from Jack verib, bu məchul növdür. Amma gəlin baxaq burada. Was happy məchul növ deyil. From sonra by olsaydı burada məchul olardı. Will be excited for the trip burada da məchul növ sayılır. Çünki bu fe'li sifət 2-ni sifət funksiyasında istifadə edirik. Və bunu da söz önünə istifadə olunmasını verib, söz önü deyir sizi çaşdırmasın. Yəni bunlar da məchul növ deyil. Baxmayın ki, o qarşısında söz önü var. Aha, indi gəlin baxaq burada. Bax, bu məchul növdədir. Niyə? Çünki kim tərəfindən sözü var. Necə eləyəcək bunu məchul növdə? Is, 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 is,
married Is married to Grant. Ay. By Grant olsaydı məhdud növdə to ilə. Məhdud növdə to ilə də. Aha, amma burada happy olanda məhdud növ olar mı? Xeyr müəllim. Xeyr, xeyr. Bir nəfərdir də müəllimə. Hansı söz onu qoyacaq? Hansı sözünü qoyacağım bunda? O. Happy it. No, happy yerində. No, happy yerində. Səhv ol. Well, habit. is happy. With her new laptop. Okay, Öz with. laptopuna görə laptopu ilə xoşbəxtdir. Nə ilə xoşbəxt? Laptopu ilə. Burada 17 yaşı Is var. is young. For Evet, burada da vize olar mı? Digərlərinizin fikriniz nədir? For, yes, you are right. for Bax, görünür, gənc kimi görünür burada. Burada heç bir məhsul növü aidiyyatı yoxdur. Və biz bayaq danışdığımız idi və ayıncı. Sizin bu bildiyiniz qaydadır. Mən biləm, çoxunuz bilirsiniz bunu. Həm asandır, həm rahatdır, həm də maraqlı bir qaydadır. Bildiyimiz kimi idi şəkilçiləri, fe'l sifət 2 şəkilçisi canlı varlıq. Biz buna lorca öyrənirik, canlıdır, cansızdır. Amma əslində canlı, cansız kimi biz bunu səhv deyirik. Canlı, cansız sözü yoxdur. Buna biz canlı, cansız demək bizdə düzgün deyil. Baxaq yoldaşlar. To be interested in ing olmaz. Niyə olmaz? Sizcə niyə olmaz? Müəllimə səsiniz getmişdi. Siz nə dediniz indi? Səs getmişdi, sualı bilmədik. I am sorry. Bax, burada niyə ing olmaz? Müəllimə, burada interested sifətdir axı. Interested sifətdir. Bəs interesting nədir? Müəllimə, I am canlıdır. İnsanlara Orada ait deyil də. interested olardı. İnsanlara ait deyil, əşyaları bildirir. Gəl belə deyək. Əgər söhbət I am interested in poetry. Belə cümlə ola bilər ki, yəni. yox. Interesting olmaz. Incorrectdir də bu. Incorrect. Görürsünüz, qırmızı işarə var. Yoldaşlar, nəyə fikir verin? Siz burada fikir verməlisiniz ki, his varmı? Əgər hissdən gedirsə, insanın hissini, if it describes how someone feels, yəni insan özü necə hiss edirsə də, biz onda ididən istifadə edirik. Əsasən buna fokuslanaq. Canlı, cansız deyəndə biraz biz, bu da əzbərləyici bir xarakterdir. Yəni bunu idi ilə desək, belə desək, yəni düzgün almır. Biz bunu deməli ki, hisslərdən gedirsə, insan hissini təsvir edirsə. Yuxarıda hissdən təsvir edirdi. Çünki maraqların hissidir. Amma aşağıdakı ing hiss deyil ki. Baxın, Potter is interesting. Burada nədir? Burada describe olunur ki, how someone and something is. Necədir yəni bu? Da burada təsvir edilir. Amma burada hissdən getmir söhbət. Gördünüz aşağıda. Potter is interesting. Da interested olmaz. Çünki Potter özü hiss edə bilməz axı. Ona görə də duruşluq necə hiss etsin. Yəni siz burada baxın gördüyünüz kimi past participle feelings aiddir. Bu da həmin feelingə səbəb olmasını göstərir. Present participle. Yəni present participle da ing şəkilçi ilə olanlardır. Yəni bunlar. Belə olur da, I am bored, the film is boring. Bəli, indi baxın, I am bored deyirəmsə, mən bezmişəm, I am bored. Burada mən hiss edirəm də, mənim hissiyatımı bezmişəm. The film was bored da, mənim boring də isə, the film was boring də isə, mən film yorucudur, bezdiricidir, eləmi? Amma məni elə hiss etdirməyə məcbur edibdir. Başa düşdünüzmü? Film bezdirici olubdur. Yəni təsvir edirəm, filmi təsvir elədim. Amma mən özümü təsvir eləmirəm, mən hiss edirəm. Aydındırmı? Bax, bunu yadınızdan çıxartmayın. Bu hiss olan bölməni, üzr istəyirəm. Aha, hiss olan bölməni yadınızdan çıxartmayın. Yəni ki, bunu belə öyrənsəz daha yaxşı olar. Canlı, cansız öyrənməyinizdənsə də, insan hissi ilə də öyrənsəz, yəni əsas qaydası budur yoldaşlar. Canlı, cansız biz uşaqlara elə öyrədirik ki, yadda qalsın. Bu düzgün qayda deyil, düzgün öyrətmə deyil. Sonra, was thrilled, thrillingdir yenə də.
məhcun növə daha doğrusu fe'li Ay, ay müəllimə, siz belə dediniz də, qoy beləcə yadımıza saxlayaq. Olmalı qaydanı bilirik, prosta indi sizin dediyiniz qaydaya görə. Əgər insan hissidirsə, insan hiss eləyirsə onu, iydə olacaqdır. Bəli. Yox, o cansızı aid edəcəksə, əgər onu ayıncı, cansızı təsvir eləyəcəksə, onda ayıncı olacaqdır. Yəni bunun Müəllimə, olar siz atdığınız məsələn o misallar nəsə başa saldığınızı canlı formasında yenə WhatsApp-a yaz, səsli formasında göndərəsiniz. Olar mı elə bir şey? Sizə göndərəcəm. Video linkini göndərəcəm, baxarsınız. Təkrar buna baxarsınız. Yaxşı müəllim, oldu, sağ olun. Deməli, yəni bu qayda budur. Yəni əsas qayda budur. Siz düzdür öyrənmişik. Mən sizdən razıyam ki, biz əzbərləmişik ki, uşaqlara da öyrədirik. Uşaq yadında qalsın deyə. Uşaq da deyir canlı cansız, amma düzgün öyrətmə deyil də yəni. Qaydası başqa cürədir. Salim müəllimə. Buyurun. Salim müəllimə, üzr istəyirəm sözünüzü kəsdiyim üçün. Orada indi bu yaxşıdır, bunu başa düşdük. O passivdə biraz nəsə çətinliyə getdiniz. Bizə o çətin forması düşəcək passivin. Yox, mənim heç onlar çətin forma deyil ki. Çətin forma getdən olanlardır. Çətin forma tamam başqa şeylərdir. Bu çətin deyil ki. Bunlar elə ayda keçdiklərimiz. Nəsə, Nə misal? passivi mən yaxşı bilirəm. Biraz baxdım ki, siz elə bir, nə bilim, bilmirəm mənəm çatmadı, yoxsa nə tər oldu. Sertifikasiyada rahat idi. Sertifikasiyada da rahat nə idi? Intermediate səviyyəsinə keçirik biz. Mən sizə bu dəqiqə keçdikdən intermediate səviyyəsidir. Mən advanced səviyyəsində demirəm, advanced desək bərbad olar hər şey. Advanced deyil müəllimə, narahat olun. Yəni biz elə öyrəşmişik deyə siz dedikləriniz hələ bizə çatmır da o formada. O bir var bir dəfə 5 dəfə qavrayasan bunu, onda ucu avtomatikləşir də. Hansınız hazırlaşırsınızsa, da hansısa müəllimlə, hansısa təlimçi ilə çalışın o müəllimin MIG qrupu ilə qarışığı varsa da qarışmayın o MIG qrupuna. Çünki MIG başqadır, sertifikasiya başqadır. Mən bunu dəfələrlə deyirəm, yenə də deyirəm. Həmişə də sözümün üstündə dururam. Hansı müəllim də mənə etiraz eləyirsə də mən onu həqiqətən də sübutlarla yerinə yetirərəm ki, yoldaşlar, özünüzü MIG səviyyəsindən yormayın. Məktəb kitabımızda bax var idi bu, gördünüz İD ayıncı var idi, məhcun növ var idi. Biz məktəb kitabımızdan, bizim işimiz əsas məktəb kitabı. Yoxsa mən durum, mən başımı yorum MIG səviyyəsində olan qaydalara, əlbəttə ki, mən orada çox şeyə nail ola bilməyəcəm. Bax, bu sözsüz belə də, yəni bilin bunu. Yəni sizə də bu rahat olsun ki, düzdür, sizə adını istəmirəm, amma məktəb kitabıdır. Çünki Təhsil Naziri bizə bunu Dövlət İmtahan Mərkəzi keçirmir ki. Görürsünüz, Dövlət İmtahan Mərkəzində bəzən dində olan suallar məktəb kitabında yoxdur, etiraz bilinir. Amma bunu bizim Elm və Təhsil Naziri keçirir bu imtahanı. Elm və Təhsil Naziri keçirdiyi üçün də deməli, məktəbə aid olacaq. Yəni ona tam bilin. İnşallah. ING ilə olanların, idinin olanlar. İndi yoldaşlar, demək participle adjectives nounuslara keçirik biz bölmələrə. Yəni biri var ki, Azərbaycan dilində belə deyirik, mən oxuyan qız gördüm. Bu fe'li sifət bizdə necədir? İndiki zaman fe'li sifət gedir Azərbaycan dilində. Və yaxud da mən oxumuş bir qız gördüm. Bu da keçmiş zaman mənalı fe'li sifətdir. Təxmini bunlar da eyni şeylərdir. Ayıncılar indiki zamandır. Rəqs edən qız, oxuyan oğlan və s. kimi. İndi burada isə ıcı kimi tərcümə edirik. I heard some disappointing news. Məyus edən xəbər, məyus edici xəbər eşitdim. Amma burada isə qısaldılmış artıq götürülür. Bu adi nə bunun məhcun növə dəxli var, nə bunun sizin necə desək, canlı və cansıza dəxli var, nə hissə dəxli var. Sadəcə biri keçmiş zamanı mənalını bildirir, biri indiki zaman mənalını bildirir. Gəlin baxaq indi buradan biləcəyik bunu oxuyanda tam biləcəyik ki, burada nədir. Buyurun müəllimlər. Burada hansı olacaq? Birinci hansı, ikinci hansı? Birincidə surprising olacaq, mənim surprising olacaq. İkincidə surprising olacaq. Əminsiniz müəllimlər, baxaq. Bəli, düzdür. Surprising, burada təəccübləndirir. Mən əmin idim. Amma burada görünür. Baxın, görürsünüzmü? Təəccüb. İndi gəlin diqqət yetirək. Biraz
Biz toxunaq o hisslərə. Axşamınız xeyir. Axşamınız xeyir olsun. İndi qoşuldum. Gec qoşulan müəllimimiz var, yəqin kimsə də ev yoxdur. Onsuz da linki mən hazırlayıb göndərəcəm, yenə də baxarsınız. Deməli, qruplara da göndərin, bizim öz təlimçi yoldaşlarımıza da deyirəm ki, deməli, onlar da müəllimlərinə göndərsinlər. Deməli, yoldaşlar, deməli, baxın, yenə də fikir verin, idi hisslərdən gedir. Qeyl necə görünür? Surprised görünür. Amma qeylin xəbər necədir? Təsvir edir, surprisingdir. Fikir verdiniz, idin yenə də hisslərdir, fildir. Amma ayıncılar isə describingdir. Burada. Mikrofonu söndürək. Kim danışırsa, ama dərsə, ay, evdən səslər gəlir. Birincidə olacaq müəllimə. Amazing. İkincidə olacaq amazing. Amazed, okey. Yenə də təsvir. Böyük Çin sədrinin demək, təsvir etdi amazingdən, amma insan hissləri. Bu da bir dəqiqə üzr istəyirəm ki, mikrofonu açdıqca da bunu biz məcburuq bağlayaq, çünki səs gəlir, bir nəfər danışan kimi də echo verir. Səs deyəsən bağlandı. Aha. Nazim müəllimdədir, mən bağlayaram inciməsin müəllim məndən. Bağladım. Okey, davam edirəm. Burada terrified and terrifying. Burada necə olacaq? Birincide terrified. Terrified, ikincide ayınc. Terrifying. Gəlin baxalım. I wonder if it is terrified of anything. Biz örümçəyi təsvir edirik, yoldaşlar. Örümçək hiss etmir ki. Biz örümçəyi təsvir edirik, qorxuludur da, yəni terrifyingdir. Aydındır mı? Amma ikincidə I wonder. Qorxur. Bəli. I wonder if it is terrified of anything. Okey, indi biz gəldik get-dən olan sözlərin deməli sifətlə işlənməsi. Get bildiyiniz kimi, əgər sifətlə işlənirsə də, orada heç bir tərcüməsi yoxdur. Orada da linking verbs'dir, bağlayıcı feildir. Heç bir tərcüməsi yoxdur. Get sözdür, yəni susuyubdur, susuzlaşıbdır. Bu mənada istifadə olunur. Yəni burada heç bir tərcüməsi yoxdur. Getting bəzən getdikcə kimdə götürə bilirik. I am getting sözdür, mən sudan yanıram. Got angry, acıqlandı. Burada bizdə getdən sonra adjective gəlir və onun da getting, yəni başlayır, bu olacağına göstərir. Və bunun exact translation'ı yoxdur, tərcüməsi yoxdur. I am getting worried, yenə də fe'l sifəti 2 iləndir. Got divorced, divorced da got divorced istifadə olunur. Yəni bunların məhsul növünün aidiyyatı yoxdur. Şaşarsınız, birdən elə bilərsiniz, bunlar məhsul növdür, yox. Burada sifət kimi istifadə olunmasıdır. Gəlin də bunu zaman uzlaşmasından edək. Buyurun müəllimlər. Burada get olacaq, get. Get while he was working. Zaman uzlaşmasına diqqət yetirək. Getting. Got sleepy. Got. Sleep faildi. Got sleepy. Sleepy. Got sleepy. Ax dedim zaman, bax birincidən sizə zaman uzlaşmasını sizə dedim ki, diqqət yetirin. While he was working, was burada keçmişdirsə də biz bunu ilə uzlaşdırıb, keçmişdən uzlaşdırırıq. Aha. Got olacaq müəllimə burada. He got frustrated. Frustrated. Bunu indi got frustrated də deyə bilərik, is getting frustrated də deyək. It's okay. Yəni biz bilmirik ki, burada hansı zamanla gedir. Bu ola bilər. Burada. It was. Yet. It. Burada indiki zamanda this year. Is getting. It got cold. It is cold da ola bilər. It got cold da ola bilər. Yəni ki bu. This year. Okay. Və gəldik biz
used to'ya bir də used to ümumiyyətlə bilirsiniz ki, nədir to be used to? İstifadə etmək. Keçmişdə edilib, hal-hazırda ondan istifadə etmir də. Gedərdim. Yaşayardım, gedərdim, qalardım belə. Ardı ərdi kimi tərcümə olunur. Oldu, doğrudur. İndi biz bu to be used to'dur. Biz o used to'dan danışmırıq. To be used to. Və biz to be used to nədir? Axı burada edərdim getmir. We are used to driving in traffic bu sizin Bu dediyiniz to be going to ifadəsi kimi olandır, müəllimə. To be going to ifadəsi planlaşdırılmış olan. trafikdə maşın sürərdik yoxsa necə? Maşından istifadə edərdik. Used burada istifadə Diqqətli olun. Used to'dan sonra mən bir üzərində yazacağım. Üzr istəyirəm. Aha. Used to'dan sonra əgər okey. Qələm axtarırdım, üzrə hesab edin. Used to'dan sonra ING-silənmir. Məsələn deyəcəm, yoxdur, mən çalışıram ki, yazıb sizi izah edeyim. Bu da yazma alətim nəsə işləməsə deyəcəm, yəni qeyd edərsiniz özünüz. Çalışdığım qədər işlətmək istəyirəm. Hə, deməli müəllimlər, əgər burada are olmasaydı və burada ing əvəzinə air-də drive olsaydı, görünür də yəqin ki, mən istifadə etdiyim şey qələm. Deməli, bunlar olsaydı əgər, onda sizin dediyiniz edərdi olardı. Biz trafikdə maşın sürərdik. Sizin dediyiniz qayda bu olardı. Amma burada elə deyil, yoldaşlar. To be used to, öyrəşmək deməkdir. Və ondan sonra ing şəkilsi gəlir fe'l. Yəni, adi məstər formasında deyil. To və verb, sonra isə gəlir verbdən sonra nə? ing şəkilsisi. Buna deyirik accustomed, yəni öyrəşib. Və bunun yerinə biz to be'nin yerinə də deyə bilərik get used to. Yəni eyni şeydir bunlar. Get used to, bu da eynidir, yenə də ing gəlir. Amma sizin dediyiniz edərdim, görərdim, yaşayardım, üzərdim. O keçmişdə müəyyən müddəti edib və dayandırıbdır. Müəyyən müddəti edib dayandırıb. O başqa şeydir. Amma bu vərdiş halını alıb və öyrəşmiş. Öyrəşmək deməkdir. Sadəcə öyrəşmək. Öyrəşmək. Aydındır müəllimlər. Məncə elə bir problem yoxdur. Sonra baxın, we are used to this. Görürsünüzmü? To be used to da are olmur. Ya xatırlayırsınızsa are olmur. To be olmur. İndiki zaman olmur. Mən bu şəhərə öyrəşmişəm. Biz şəhərə öyrəşmişik. We are used to. Bununla bu ikisi eyni şeydir. Accustomed özü öyrəşmək deməkdir. Eyni şey, sinonimdirlər. To be used to. Bundan sonra indi mən bir qaydanda deyim. Əgər bu used to olsaydı, bu are olmayacaq və burada da biz bura məcbur idik, yazmalıydıq live in this city. Aydındır mı? Onda belə olmalı. Məcburduq bunu belə deyək. Biz bu şəhərdə yaşayardıq, yaşayardıq nə vaxtsa. Amma bu belə deyil. Biz bu şəhərdə yaşamaqda nədir? Öyrəşmişik. Biz bu şəhərə öyrəşmişik. Yaşamaq deyil. Amma biz dedik, yaxı used-to'dan sonra mütləq fe'l gəlməli. Görürüz, isim gəldi. Fe'l gəlməyə də bilər. Fe'l gələndə necə gələcək? ing şəkilsi. Fe'l gəlsə mütləq bundan sonra ing şəkilsi gəlir. Baxın, gördüyünüz kimi, gördünüz mən dediyim qayda, eyni qayda da buradadır. ing gerund olur, bəli. Çünki to nədir? Söz önüdür. Söz önündən sonra ing gəlirsə gerund. Baxaq indi. I just moved to Athens, Greece. Heç vaxt yaşamamışam bu şəhərdə əvvəllər. Mən öyrəşirəm. Fikir verdiniz? I am getting to use. Yəni öyrəşirəm. Daha mən burada gördünüz get use'dan veribdir. To use, to get used. Bu davam edici olduğuna görə gettingdən verilibdir. Gəlin də bunu düzəldək.
Bu necə deyəcəyik? Həmişə çimərliyə gedirəm və quma və dənizə öyrəşmişəm. Yaxud da öyrəşirəm. Nə bilim, necə istəyirsiniz? Necə deyəcəyik bunu yoldaşlar? I am used to olacaq. I am used to mu? Baxaq. Görək, I am used to mu? I am used to. Bəli. Yes. Amma used to olsaydı mütləq bunun qarşısında nə olmalıydı? Məstər feil olmalıydı da, yəni məstər olmalıdır. Yəni burada gördüyünüz kimi yoxdur. I am confused. Confused qarışdırmışam, narahatam. Və bu yeni Bu kompüter. da həmçinin. Yenə I am used to olacaq. I am used to this new computer. Yes, burada indi biz inkardan deyirik. Burada negatif mən Ha. demədim. I am not used to this. Çünki confuse'dan mən istifadə edə bilmirəm də yeni kompüter. Okay. Buna diqqət yetirin təsdiqin inkarına. Mən sizə qeyd eləmədim. Onda burada she is not used to olacaq da. She is not used to. Okay. She's used to. Burada deyir ki, ola bilsin deyir mən Burada inkar yoxdur. Eliyə zəng vuram. O bu kompüterə istifadə etməyi öyrəşib də yəni ki. This type of bu kompüterdən, yəni bu növ kompüterdən. Amma sizin dediyiniz gəldik nəyə? Used to gəldi. Zamanında nə oldu yoldaşlar? Məstərdən oldu. Ayıncı olmalı. Ayıncı olsaydı burada mütləq to be olmalıydı. Is olmalıydı. Və buradan da eating yerinə nə olmalıydı? ING eating. Onda öyrəşmək olardı. Amma he used to eat meat artıq o yeyərdi. Və özü də konkret keçmiş zamanı bildirir. Bu da bizim dediyimiz qayda. Gördünüz? Olmaz. He used to be eating olmaz. Is used olmaz. Habitual action'dır, habitual past'dır və yəni adət halını almış, keçmişdə adət halını almış bir hadisədir. Və burada dediyimiz qaydalar used to eating'dir. Yenə də burada gerunddan da ing ilə veribdir. Biz keçirik burada to be'dən istifadə edirik, etmirik. Və ediriksə necə edirik? Baxın, gənc olanda mən skin edərdim tez-tez. When I öyrəşdim. I was used. Skin, ing-ni gördünüz mü? Bu da bilirsiniz ki, to be feili mütləq istifadə olunmalıdır. Burada Orada müəllimə now var. Now olduğuna görə davam edici olacaq. deməli, qarışdırın. Davam edin, işiniz yox belə. To like var axı müəllim orada. To like. Onda to be'dən istifadə edirik, yoxsa yox? I was ola bilər də. İstifadə etmirik. I was used to like. ing gəlməyibdi. Biz nəyə fokuslandırıq? To'dan sonrakına fokuslandırıq. To'dan sonra ing gəlibdi. Bu ing bu birisi like-a aiddir. Bunun ing-sini. Buna dəxli yoxdur. Ona görə edərdim mənasındadır. Bəs burada Burada ing gəlib də. Burada ing gəlibsə demək I am used to. I am olacaq. Baxın müəllimlər, buna da dırnaq arası baxmayın. Bu qayda düşə bilər. Bunun kimi bir söz düşə bilər. Yəni ki, bu da məktəbimizdə istifadə olunan qaydalardandır. Ay müəllimə, bir dənə zəhmət olmasa deyərdiniz, bu qayda neçənci sinifdədir? Used to-nu səhv etmirəmsə 7-ci sinifdə mən uşaqlara keçmişəm. Hə, 7-dədir. səhv etmirəmsə 7-ci sinifdədir müəllimlər. Görək suppose nədir? Suppose necə tərcümə olunur müəllimlər? Baxın, burada da indi görək bu da to be suppose-dan gedir və onunla sonra am ing gəlmir, məstər gəlir. Yəni gerund gəlir. Bəs burada necə tərcümə edə bilərik biz bunu? Baxın, the flight is supposed to leave in 10 minutes. Suppose necədir? Yəni, malı məli kimi, nəzərdə tutulur kimi,
10 dəqiqə uçmaq, Söhbətlənmə. 10 dəqiqə tərpənməlidir. Və ya da 10 dəqiqə tərpənməyi nəzərdə tutun. 10 dəqiqəyə belə. Nəzərdə Uçacaq da tərk edəcək. Yəni ki, bəs bu nəzərdə tutulur. Və ya da Molla Məlikimlə tərcümə edə bilərsiniz. Bu yəni mən gözləyirəm ki, I expect a flight to leave in 10 minutes. Burada nəyə baxın. Bu da mürəkkəb tamamlıqdır. Gözləyirəm. Tərpənmə ilə ilgili. Ondan sonra bir tamamlıq fly, ikinci tamamlıq ise to leave. Yəni expectdən sonra nə işlənirsə, işlənir. Tərpənməyinə kimi də tərcümə oluna bilər elə müəllimə bu. Tərpənməyinə 10 dəqiqəmiz qaldı. Qalxır. İndi necə istəyirsiniz də, yəni Liv tərk etmək sözü var da orada. çox şey tərcümə eləmirəm deyə. Mən beynimdə ingilisini də düşünürəm həmişə. Ona görə Azərbaycanla birdən tərcüməni, hərfi tərcüməni biraz fərqli alınır məndə. Ona görə çalışıram ki, sizə tam düzgün tərcümə ilə deyəm. Mən də görürsünüz, bayaqları mo bilirəm, yenə də yadımdan çıxdı artıq neydi? O otları nədir? Ne eləmək idi? Yadımdan çıxdı, gördünüzmü? Yəni Bitmək. Mən onu istifadə etmirəm deyə, onu beynimdə bilirəm nədir, onu bilirəm. Həmişə mən definitionla edirəm deyə. Definitiona görə mən Azərbaycanla əvvəllər bizə ehtiyac vardı, yoldaşlar. Xatırlayırsınız, əvvəllər uşaqları oxudurduq, tərcümə elətdirirdik. İndi buna ehtiyac yoxdur, deyir definition öyrən. Bizdən tələb olunan definitiondur. Speakingdə daimi danışırıq İngiliscə, biz bunu tərcümə edə danışmırıq ki, ona görə mənə biraz çətin gəlir tərcümə olunanda, hərfi tərcümə edəndə çalışıram ki, düz tərcümə edəm sizə. Baxın, bir dənə nəyə diqqət yetirin müəllimlər? To be'dir, gördüyünüz kimi elə. Bundan sonra, bax, to be used to-dur kimdə sonra. ING gəlirdi, burada ancaq feil məstərdir, gördünüz? Bax, buna diqqət yetirin. I am supposed to write to him. Yəni, mən ona yazmalıyam. Mən onu cimə yazmağı nəzərdə tuturam. Yəni, mən yazmalıyam. Expectation'dır da, nədir? Gözləntidir bu. Yəni, keçmişdə was supposed-dur. Yəni, amma keçmişdə olanda bəzi şeylər var ki, ayrı feillər də var. İndi yadıma düşdükcə deyəcəm. O keçmiş zamanda olanda yəni olmayıb deməkdir. Saat 4:30-da tərpənməli idi. Tərpənməyi nəzərdə tutur da, demək onda tərpənməyibdi də. Yəni qalxmayıbdı, uçmayıbdı. Gəlin baxaq burada. Burada necə deyəcəyik? I was var müəllim. surprised. Careful. Böyle getdi, tut. İdi, was ne olursa, I am olur. I am. I am supposed to getdi. Burada. Evet. Sözdə gözlüklər gəlib çatsın. Zeyar. They are Surprised. Evet. Gəlin baxaq görək keçmişdən. Baxın gördünüz. Keçmişdən. Keçmişdə olduğu kimi də qalır. Değişmir. Demək ki, bu hadisə baş verməyib. Bu olmuşdu da. Gözlənirdi ki, ayın altında gəlsin, çatsın, amma olmuşdu. Aydındır mı? Gəlin baxalım burada. Ətnun nə deməkdir yoldaşlar? You are. Gece. Günorta. Günü utandı, bu gün öldü. 12:00. Ya Allah. You are. You are supposed to call me, yes. Okay. Mən bugünü sizdən bu qədər. Demək, məhcul növdür, to be feillərinin istifadə olunması sifətlər. Bunları keçdim. Gələn həftənin bugün neçənci gündür? 4-cü gündür. 4-cü gün. Gələn həftənin yenə də çalışdım qədər ikinci gün. İkinci gün sizdən görüş təşkil edərəm. Yenə təlimçi müəllimlərə göndərərəm. Onlar sizə yönəldər və siz də qoşularsınız. Bir yeni mövzu ilə Hər halda saatda deyərdiniz mən. Saat ancaq 9-da. Mənə 9 uyğundur, çünki mən ondan 9-da. Mənə ondan başqa uyğun olmur. Yenə çox sağ olun müəllimlər. Qoşulsunuz. Siz sağ olun müəllimə. Allah razı olsun. Sağ olun müəllim. Allah şifaət olsun. Siz nə vaxtı?
İmtahanın vaxtını bilirsiniz müəllim ha Yox, vaxtı. müəllimə, mən yalan deyərəm. Mən sizə imtahan vaxtı desəm bilirəm, onda mən yalançı olaram. Çünki bilmirik. Biz imtahanın vaxtı olanda deyəcəyik, narahat olmayın. Elan olacaq ümumiyyətlə. Ki, imtahan nə vaxtı bilinmir. Bir də bu dərsin zapisi var, müəllimə. Dediniz Dərs video bitəndən zapisi. sonra olacaq. Linkini göndərəcəm qrupa, deyərəm sizə göndərərlər müəllimləriniz. Təlimçi sizə hansı bilmirəm axı hansı regionlardansınız. Yəni mənim öz regionumdan da var. Digər regionlardan da çoxdur da. Mən deyərəm təlimçi müəllimlər göndərər, linki göndərər. Yenə də sizə maraqlı mövzu olsa, mövzuna maraqlansanız, İnşallah, inşallah. gələn həftəyə hansısa sualınız olsa, siz yazıb Müəllimə, buyurun. Müsadə müəllimə, zəhmət olmasa gələn dəfə deməli vasitəsiz nitqə, bir də budaq cümlələrə toxunardıq da. Mürəkkəb cümlələrə. Yaxşı, mürəkkəb cümlələrdən keçərik. Problem yoxdur. Mürəkkəb cümləni keçərik. Hə, bax orada budaq cümlənin növləri var. Bax orada biraz Aha, bir oldu. başa Yaxşı, düşürük. mürəkkəb cümlələr. Gələn həftə Ha, mövzumuz mürəkkəb cümlələr olsun. Yenə mən gələn həftə başlayanda Yaxşı. yadımdan çıxar, mənim yadıma salarsınız. Oldu müəllimlər. Gecəniz xeyrə qalsın. Sizə Sağ uğurlar ol. arzulayıram. Narahat olmayın. Oldu müəllimə. Çox sağ olun. Gecəniz xeyir olsun. 30 bal yox, daha yüksək baldan nailiyyət qazanasınız. Hələlik. İnşallah. İnşallah, inşallah. Allah köməyiniz olsun müəllimə. Sağ olun. Hamına gözəl xeyir qalsın. Güzel soru. Sağ olun.